Əziz xanımlar, mən evimin təmirindən sonra evimdə bir təmizlik işləri aparmaq istədim. Bunun üçün də çox aradım, çox baxdım Instagram səhifələrinə. Düzdür, orada çox idi təmizlik şirkətləri. Amma mən bu şirkətə daha çox üstünlük verdim. Spectre şirkəti, təmizlik şirkətidir. Bu şirkətin orada paylaşdıqları, verəcəyi işləri çox xoşuma gəldi. Həm buxar aparatından, həm təmizlik işləri, ümumiyyətlə çox xoşuma gəldi. Belə qərar verdim ki, bu şirkətə müraciət edeyim. Bu şirkətə də müraciət elədim, amma fikrimdə heç yanılmadım da, sözün doğrusu. Gördüyü işlər çox məni qane etdi, çox ürəyimcə oldu. Əslində birinci sizə onu deyim ki, bu kollektivin gülə üzlü xanımları, mehriban, həm də ki, görəcəyi işlər çox təmiz, səliqəli və ürəkaçan oldu. Görəcəyi işlər də çox məsuliyyətlidir. Yəni demək istəyirəm ki, çox məmnun qaldım işlərindən. Düşünürəm ki, bundan sonra da bu şirkətlə əməkdaşlıq etmək fikrindəyəm. Çünki çox şirkətlərlə müraciət eləmişdim, ancaq bu nəticəni əldə eləməmişdim. Amma bu çox həm operativ işçilər, həm səliqəli, həm təmiz, həm də ürəkaçan oldu. Onun üçün də bu qızların hamısına, bu şirkətin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Var olsunlar, sağ olsunlar. Çox ürəyimcə olan xanımlardır. Çox sevdim bunları mən. Həqiqətən gördüyü işlər də tam ürəyimcədir. Sağ olsunlar. Sizə minnətdaram, təşəkkür edirəm. Spectre şirkəti rəhbərinizə xüsusi minnətdarlığımı bildirirəm. Var olasınız, çox sağ olun.